Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov keçirdiyi illik mətbuat konfransında Qərb İttifaqını hədəfə alıb. Rusiyalı diplomat NATO və Avropa Birliyinin dərin böhran içində olduğunu irəli sürüb. Nazir bir sıra məqamlara diqqət çəkib. İndi təfərrüatı Moskvadan bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Zakir Musayevdən öyrənəcək. Hər vaxtınız xeyir olsun Zakir. Lavrovun son bəyanatları Qərblə davam edən ciddi fikir ayrılığı fonunda dünyaya hansı mesajları verir? Buyurun, efirdəsiz. Axşamınız xeyir. Bəli, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun səsləndirdiyi açıqlamalar Avro-Atlantik məkanda mövcud olan dərin siyasi və təhlükəsizlik böhranını bir daha gündəmə gətiribdir və Lavrovun sözlərinə görə NATO və Avropa İttifaqı bugün artıq sistemli böhran mərhələsindədir. ATƏT isə faktiki olaraq funksional qabiliyyətini itiribdir və Rusiya Xarici İşlər Naziri bildirir ki, Qərb Ümumi-Avropa bərabər hüquqlu təhlükəsizlik modelindən imtina edərək Avrasiya kimi nəhəng və strateji əhəmiyyətli bir məkana yalnız dar Avro-Atlantik mərkəzdə nəzarət etməyə çalışır və onun fikrincə bu yanaşma nə siyasi, nə də geosiyasi baxımından davamlıdır və hətta iflasa məhkumdur. Lavrovun ən diqqət çəkən açıqlamalarından biri isə NATO'nun daxilində yaranan ziddiyyətlərlə bağlıdır və o iddia edir ki, Qərb paytaxtlarından artıq alyansın gələcəyi, hətta nəzəri olaraq üzv ölkələrin bir-birinə qarşı münaqişə ehtimalı belə müzakirə olunur və bu NATO'nun kollektiv təhlükəsizlik anlayışının ciddi şəkildə degradasiya uğradığını göstərən açıq siqnaldır. ATƏT-ə gəldikdə isə Rusiya tərəfi hesab edir ki, təşkilat ilkin olaraq üzərində qurulduğu konsensus və bərabərlik prinsipindən tamamilə uzaqlaşır və Qərbin siyasi alətinə çevrilib. Avropa İttifaqı ilə bağlı mövqelər də kifayət qədər sərtdir və Lavrov açıq şəkildə bildirir ki, mövcud Avropa liderləri ilə real və nəticə yönümlü dialoq mümkün deyil. Bundan əlavə, Baltikyanı ölkələr, xüsusilə Litva ilə bağlı səsləndirilən fikirlər də diqqət çəkir və Rusiyalı nazirin sözlərinə görə Suvalki dəhlizi və Kaliningrad ətrafında aparılan hərbi ritorika Rusiyada və qonşu Belarusda provokasiya hazırlığı ilə bağlı ciddi suallar yaradır və Rusiya açıq şəkildə mesaj verir ki, bu cür addımların nəticələri son dərəcə ağır ola bilər. Elə siyasi şərhçilərin də fikrincə Lavrovun açıqlamaları göstərir ki, Rusiya mövcud Qərb institutlarını tükənmiş hesab edir və Avrasiyada yeni, formal olmayan, lakin bərabər hüquqlu kontinental dialoq modelini önə çıxarır və bu yanaşmanın regionda hansı nəticələr verəcəyini isə sözsüz ki, zaman göstərəcək. Belə Rusiya bürosundan bu saatlıq çatdırmaq istədiklərim bunlar idi. Söz yenidən sizdədir. Zakir, təşəkkür edirik ətraflı məlumat üçün.